Axşamınız xeyir dostlar. Hörmətli taksi sürücüləri, hamınızı boykota dəvət edirəm. Gəlin birləşək boykot eləyək. Boykot miting eləmək deyil. Boykot küçələrə çıxıb istefa qışqırmaq deyil. Boykot odur ki, proqramları hamı bir nəfər kimi söndürür, oturur evində və yaxud da maşının üstünə şahmat atır, proqramı söndürür, işləmir. 2 gün, 3 gün işləməsə bu şirkətlər çökəcək. Vallahi billahi çökəcək. Gəlin dəstək olaq, öz maşınları ilə işləyənlər, arendiya maşın sürənlər. Dəstək olaq, boykot eləyək. Boltun Fleet Park işlədənlər, Yanqonun Fleet Park işlədənlər, sürücülərinizə dəstək olun. Bu qiymətə qardaş eşşək kimi işlədirlər. Yanqoda, Boltda sizin sürücüləri və bizim sürücü qardaşları eşşək yerinə qoyublar. Ayna da bundan sui-istifadə edir, taksisi məhv edir. Aynanın bir dənə yeganə planı var ki, taksiləri məhv edib özü vahid bir dənə taksi sistemi yaratmaqdır. Ayılın qardaşlar. Hamınıza səslənirəm. Gəlin birləşək, boykot eləyək. Proqramları söndürək, rədd eləyək bunları. Bunlar ağıllansınlar, bunlar bilsinlər ki, avtomobilin idarə edilməsi bizim əlimizdədir. Sükan bizim əlimizdədir. Onlar bizim hesabımıza pul qazanırlar, onlar bizim hesabımıza varlanırlar. Bugünkü gün Aynanın rəhbəri 19.500 manat maaş alır. Muavinləri 15.000 manat maaş alır. Bilirsiniz nəyə görə? Bizi məhv elədiklərinə görə. Onlar özlərini doğru hesab edirlər. Boltun 1-2 dənə Fleet Parkı var ki, bizim hesabımıza artıq maşınları çoxalıb, varlanırlar. Bizi nökər kimi işlədib, bizdən istifadə edib varlanırlar. Gəlin buna etiraz olaraq proqramları bağlayaq, işləməyək. Valla sonumuz çox pis olacaqdır. Billah sonumuz çox pis olacaqdır. Elə bir vaxt olacaqdır ki, heç öz maşınla taksi nədir, heç belə tız sözünü də deyə bilməyəcəksən. Gəlin indindən bunun qarşısını alaq.